Bir natiq cibindən 100 dolları qəskinaz çıxarıb konferans iştirakçılarına göstərir və soruşur. Aranızda kimsə bu pulu istəyirmi? İstəyənlər lütfən əl qaldırsın. Zalda əllər havaya yüksəlir və natiq çıxışına davam edir. Afərin, əmin oldum ki, hər kəs bu pula sahib olmaq istəyir. Sonra pulu əlində əzir və zala göstərir. Bəs indi necə? Bunu istəyən varmı? Əllər təkrar havaya qalxır. Əla, görürəm ki, hələ də istəyirsiniz deyərək tamaşaçıların maraq dolu nəzərləri altında o pulu yerə atır, ayaqları ilə tapdalayır, əzir və kirləndirir. Bəs indi necə? Hələ də bu pulu istəyirsinizmi? Deyə soruşur. Əllər yenidən havaya yüksəlir, natiq gülümsüyür və deyir, bax görürsünüzmü, mən neynəsəm də siz bu puldan vaz keçmədiniz. Çünki o dəyərindən heç nə itirmədi. Həyatda da belədir. Bəzən əzilə, toz torpağa bulaşa bilərsiniz, amma bu sizin dəyərinizin azalması demək deyil. Yetər ki, özünüzə dəyərsiz etiketi vurmayasınız. İnsan özünə necə dəyər verirsə, həyatda da elə nəticələr alır. Bu mexanizm psixologiyada self-fulfilling prophecy, yəni özünü doğrulayan proqnoz adlanır. İnsanların sənə münasibəti, sənin seçimlərin, hətta imkanları görmə qabiliyyətin belə çox zaman sənin özünə qoyduğun dəyər etiketi ilə idarə olunur. Mark Aureli deyirdi ki, insanın həyatı onun düşüncələrinin nəticəsidir. Bu cümlə həyatın işləmə prinsipidir. Çünki sən özünü necə görürsənsə, o səviyyədə qərarlar verirsən, o səviyyədə davranırsan və o səviyyədə də nəticələr alırsan. Nevrologiya isə bunu retikulyar aktivasiya sistemi kimi izah edir. Yəni diqqətimiz seçicidir. Əgər insan özünü dəyərli hiss edirsə, daha çox fürsət görür. Dəyərsiz hiss edəndə isə məhdudiyyət. Bu isə o deməkdir ki, həyatın özü olduğu kimi qalsa belə, sənin yaşadığın həyatın keyfiyyəti dəyişir. Telefonun bateriyası 5% olanda nə edirsən? İşığı azaldırsan, enerjini qoruyursan, çünki enerjiyə dəyər verirsən. Bəs sən öz enerjinə də eyni qaydada dəyər verirsənmi? Çox adam belə düşünür, gərək əvvəl işlər düzəlsin ki, sonra özümü dəyərli hiss edim. Amma reallıq tam əksinədir. İnsan əvvəlcə özünü dəyərli hiss edir, sonra daha keyfiyyətli seçimlər edir və nəticələr dəyişir. Özünü dəyərli hiss edən insan daha sağlam sərhədlər qoyur, daha keyfiyyətli münasibətlər seçir, daha cəsarətli addımlar atır. Nietzsche deyirdi ki, insan öz dəyərlərini özü yaradır. Həyat sənə kənardan verilən qiymətə görə yox, sənin özünə verdiyin qiymətə görə formalaşır. Sən də o 100 dolları qəskinaz kimisən. Bəzən həyat səni sıxır, bəzən yorur, bəzən çətinliklər içində qoyur. Amma bütün bunlar sənin dəyərini dəyişmir və sən öz dəyərini hiss etdiyin anda həyat da buna uyğun cavab verməyə başlayır. Fikirləriniz çox dəyərlidir.